Salam aleyküm, hər vaxtınız xeyir olsun. Opel Astra H 1.3 dizel. Burlavoy yağ axıdırdı və səsi var idi. Bunu demək olar ki, günə 1-2 litr yağ yedirdi buna. Bunu maşın yiyəsi almağınsa yığdırmağı üstünlüyü verdi. Biz də yığdı. Bir saniyələr yığdıqca kompresini yoxlayırıq. Baxın, görürsünüz. Baxın. Görsün. Bu kompresin əlindən yoxlayıram. Daha üstünə yığıram, sonra baxım görüm birdən buraxar, buraxmaz elə bir ehtimalımız olmur. Yerdə yoxlayırıq. Rulavoy tam istədiyimiz qaydada kompresi saxlayırsa, ondan sonra yığırıq maşın üstünə. Bir də əlavə vaxt itiririk. Əgər sizin avtomobilinizdə belə bir problem varsa, rulavoyunda, xadavoyunda, motorunda, karabkasında, farsunkasında, hətta peçində belə problem olsa, bizə müraciət edin. Nəzərini çatdırım ki, kondisionerlərə qaz vururuq biz.